Son vaxtı tez-tez gələn avtomobil Chevrolet Equinox pərdəsində yenə də problem var. Bütün gələn Equinox'ların belə deyədir, 99% pərdəsində problem olur. Bu başlıqlar oradan çıxıbdır. Çıxmağın səbəbi odur ki, hansı bir naqruzka olub. Yəni boş-boşuna heç vaxtda heç nə çıxmır. Bir dənə zəhmət olmasa bunu qeydə alaq. Luku da ağır işləyir. Baxın, görün, pərdənin özü burada sallanıb qalıbdır burada. Pərdənin knopkası vuranda, deməli, troslar gəlir, trosların başlıqları gəlir, boş-boşuna gəlir də. Tak, bunu açırıq. İndi isə luku da açaq. Luk ağır açılır, axıra çatanda lap ağırlaşır. Tak. Bağlanan zamanında ki, vəbşə, ölə-ölə gəlir. Naqruzkadan da, troslardan və motorçuqdan artıq səs gəlir. Xart-xurt səslər gəlir. Biz işimizi başlayırıq. Bunların hamısını sökək, stola qoyaq. Hani stoykaları da artıq çıxartmışıq. Mexanizm çıxmalıdır, stola qoyulmalıdır. Qoyaq, inşallah oradan sökək, işimizi bitirək və hazır işimizi sizə göstərək. Çünki iş prosesini çəkməyə videomuz uzun alınmasın. Nəticəmiz. Pərdəni açırıq. Şüşəni açırıq. Vəssalam, hər şey işlədir. Şüşəni də axıra kimi açaq. Şüşədə tapanca kimi işləyib, biraz zəhmət olmasa kanalları çək. Tərtəmiz, silikon sprey vurulub. Bağlayırıq yerinə. Evet. Artıq lükdə də naqruzka yoxdur, o trosların səsi də gəlmir. Chevrolet Equinox panorama konstruksiyanın təmiri, yəni pərdə və şüşə. Salamat qalın, paka-paka.